Yəni həmişə demişəm digər müəllimlərə də ki, fərdi olaraq da qoşulun arada. Hansı bölmədə çətin çəkirsiniz, izah edin, istiqamət verin, yenidən həll edin. Bax, misalınızı hansı qayda ilə həll edirik? Əslində çox sadə misaldır. Deyir ki, 16-lıq say sistemində yazın. 16-lıq say sistemində yazmaq görür. Biz bu baxırıq, bizə hansı daha rahatdır? Ya bunları kilikdə ya kildə yazıb onluğa keçirdin və yaxud da elə birbaşa 16-da yazıb toplaya da bilərsiniz. Necə rahatdırsa, hər bir tapma təhlükəsi var. 32 beşlik say sistemindədir. Keçirək 32 ədədini, daha doğrusu onluq say sistemindədir. 32 üstü 5. Baxın, 32 üstü 5 yaza bilərik. 2 üstü 5, bir də 5. Buldum 5. Mən də o elə getdim, nəsə alındıramadım. O da 50. 2 olur. Yox. 2 üstü 2. Yox, 2 üstü 25 edir. Bunları vururuq da bir-birinə riyaziyyatdan bildiyimiz kimi. 5 ilə 5, 25 edir. İndi burada bizə deyir 16-lıq say sisteminə çevirin. Ona görə də 2 üstü 4-ə bölürük. 16 axı 2 üstü 4-dür. Aysa. Onda mən burada ədədin özünü yox, üstünü bölürük. Yəni burada özünü bölsək 25-dən 4 çıxarır. Amma özünü yox, üst bölünür. 25 4-ə bölünür. Cavab neçə edir? 6. Bəli, 6 edir. Bax, aldığımız tam sıfırların sayıdır. Tam qeyd edək, sıfırların sayıdır. Bəs qalıq nə qalır? 1. Bəli, 1 qalıqda edib əslində 2 üstü 1-dir. 2 üstü 1 də bizə 2 verir. Bu 2 də ədədin özüdür. Ədədin özünü gətirib qarşıdan yazırıq. Deməli, bunun cavabı belə olur. 2 arxasında 6 dənə 0. Həqiqətən də bu ədədi götürüb də belə deyim, 2 üstü 25-i götürüb 2-yə vura-vura kalkulyatorla yoxlasaz, təzən onu 16-ya bölüb qalıqları götürsəz, bax bunu alarsınız cavabdan. Yəni bu sayda doğruluğu yoxlanır. Sat olmuş misalı. Deyir, qaydadır daha doğrusu. 4 üstü 6. 4 üstü 6 da təbii ki 2 üstü 2. Bəli. 2 üstü 2. Burada da 2, 6. Belki bu da farklı. 12. 2 üstü 12 edir. 2 üstü 12'ni də təzədən 2 üstü 4'ə böləndə üstləri böldür. İfadənin özünü. Tam qiymət 3 alınır. Bəli, 3 alınır. Qalıq da 0 qalır. Qalıq 0 əslində. 2 üstü 4'ə niyə böldük? Çünki 16-lıq say sisteminə deyil çevir burada. 16 2 üstü 4'də müəllim, ona görə. Burada müəllim, qalıq nə qaldı? 0. 0 əslində 2 üstü 0 deməkdir. 2 üstü 0 da bizə 1 verir. Onda 1, arxasında 3 dənə 0. Çünki tam bizim sıfırımızın sayı. Yəni videonu yıldırıb yenə baxarsınız təbii. Qayd olunur da elə. Bəli, bəli. Aşağıdan burada bir də misal fərqli misaldır. Ona görə bir də baxarsınız. Bəli. Bəli, 67-yə baxaq. İndi 67-ni də adi qayda ilə hesablayırıq. 67-ni 16-ya bölürük. 4 dəfə 60. 64. 3 qalıq qalır. 4 16-ya bölünür. Onda olur 4 və 3. 16-lıq say sistemində. İndi bizə deyir ki, bunların hamısını götürün toplayın. Hamısını götürün toplayın. 32 üstü 5. Birinci aldığımız ədəd 2. Arxasında neçə dənə 0 idi? 6 dənə 0. Bir şans çox yazdım. 3, düzdür, 6 dənə 0. Üzərinə əlavə edirik. 7 oldu 0. Bilə. Baxaq.
Sonra üzerine hansı ədəd əlavə edirik? Bir arxasında 3 dənə sıfır. İndi o ədədi buradan mı yazmalıyıq, yoxsa bu hissədən mi yazmalıyıq? Axırdan Yox, yox. yazmadım. Yox, müəllim, ay sağ ol, bax elə. Ay, əla. 43-də 2 dənə sıfırın altından. Əla. Bəli, bax, çox sadə. İmtahanda bunu belə yazsaz 2-3 dəqiqə vaxtınızı aparmaz. Burada 3, burada 4, burada 0, burada 1, 0, 0. Bu qaydanın. Və hansı variant uyğun gəlir? 210, 43. Bax, baxın bu variant. Anadolu say sistemdə. Amma bunu adi qaydayla edilsə, yəni imtahanda vaxt çatmaz. Necə bəlli. Bunu vura bilməmişdim. Hə, bunu bir də müxtəlif formaları çalışın başqa fərqli misallarla çox bir neçə dəfə misal həll edin ki, yadda qalsın. Yəni bir dəfə Müəllim, bir dənə zəhmət olmasa, bəli. 1, 2, 3-ü, 4-ü görə hansı bəddədir? Bir dənə bax, 2-cə dəqiqəliyə yendidə qaldın yuxarı onlara baxaq. Bax. Mən artıq lütfən digər lütfən bir dəqiqə paylaşım. Hə, yaxşı, onda baxaq, arxada baxarıq, yaxşı. Yox, narahat olun, indi paylaşım. Burada mənfi üç eləmir ki. Hə, niyə? Çünki bu deyim də, deyir A kiçik deyib B-dən, hə. Biz A bərabər deyib B-yə, yox. Onda A plus B-ni çap eləmir, gedir A minus B-ni çap eləyir. Plus B-ni çap eləmir, deməli minus B-ni çap eləyir. 12-dən də 15-in çıxanda mənfi 3 qalır. Mən də elə fikirləşirəm. Amma cavab nəsə başqa şey çıxmışdı burada. Ola bilər ki, İlqar Müəllim. siz neçənizin dediniz? Birinci, əlbət 1, 2, 3, 4-ün cavabına baxardıq nədir, hansı bəhdlərdir. Sonra 6-ya elədikdə 6-nı indi mənfi 3 tapmışıq. İndi, yəni mən baxmamışım, sadəcə belə şifahi tapdım. buyurun, birinci misal. Deməli, müəllimə A bərabərdir 12, B bərabərdir 15. A kiçikdir B. Hə, 12 15-dən kiçikdir. Onda deyək ki, if A bərabərdir B-yə. Yox. Print A plus B-ni çap eləyə bilmirik. Gəlir ertəyə Hansı misal deyirsiniz İlqar müəllim? 6-cı. 6-nı. Onu onsuz da gətirmişdim ekrana. Mən elə bilirəm, siz o bir misal deyirsiniz. Onsuz da o ekranda var idi Word-də. Hə, indi onu hesablayacağıq. Ekranda görsənir də o. 6 görsənir ekranda. Bəli. Bu cavab mənfi 3 edir, amma nəsə düzgün. Əlbəttə, biz mənfi 3 deyirik. İndi siz o cavab deyilsə hansıdır və həll yolu hansıdır? Baxaq. A və B-yə qiymətlər verir. Təbii ki, deyir A-nın qiyməti. Baxın, bu iç səhiflərdir. Səhiflər hansı qaydada həll edilir? Bu if ödəyərsə ikinci ifə baxa bilər. Ödəməzsə if olma gedir. Bəli. İkinci ifin də else-si yoxdur. Yəni, baxın, birinci if ödədi. İkinci if də ödəmədi, artıq boşluq çıxır. Heç nə, anladınız? İndi yoxlayırıq. Deyir ki, A kiçikdir mi B-dən? Bəli, A B-dən kiçikdir, ödədi. İkinci ifə baxırıq. Bir A B-yə bərabərdir mi? Deyirik, yox. Burada da else qolumuz yoxdur. Mənimlə else qolunun olmamağı o demək deyil ki, misal səhvdir, error verməlidir, yəni isə xəta verməlidir. Deyil. Boşluq, heç nə çap edir. Deməli, müəllimə, bircə dəqiqə. Hə, buyurun, müəllim. Bəs bu aşağıdakı elsə düşmür. Deyil, müəllim. Buradakı axı deyil, bu içsəkdir. Baxın, buradakı else, baxın, buradakı, bu ifin elsesidir bu. Bunun da özünün elsesi olmalıdır. İçsədə axı, bu bunun elsesi. Başa düşdüm. Əla. Baxaq nə olur?
Bundan sonraki misallarda çok maraqlı misallardır. Müəllimə, bu tip düşür, düşər sizcə? Əlbəttə ki, İlqar müəllim, bəli, əlbəttə ki, sırf yəni orta məktəbdə keçirən mövzulardır, əlbəttə ki. Bəli, həll Hə, bunu eləmişdim. 3006. Müəllimə, bu 3006-dır. Hə, Yəni, sahə. A-nın belə deyək də, minə bölünməsindən alınan 3 tam hissə 3-dür. Minə vurursan, 3000 üstünə də 6 gəlirsən, 3006. Cavab B bəndi, 7-də B bəndi. Bəli. Düzdürmü müəllimə? Dadaş. Hə, D bəndi də 3006. Bəli. Aydınsa keçən növbədə. Keçək. Hə, burada da müəllimə, deməli deyir ki, A-nı B-yə, AB bərabərdir B-yə A-ya mənimsət. AC-ni C-A-ya mənimsət. Bir-birinin qiyməti mənimsədirik. Bunu bəlkə müəllimə özümüz eləyək 2 dəqiqəyə. Bəli, buyurun, yaza bilərsiniz. İlqar müəllim, Vahid müəllim, bayaqki misal kimidir, eyni. Burada Mən da... bunlarda nədə çaşıram? A vergül B bərabər B vergül A. Yox, baxın, mən onun bir yolunu deyim sizə. Bərabərliyin bir sağ tərəfi, baxın, bərabərliyin sağ tərəfində. Baxın, bu bərabərlikdir, düzdür? Hı. Bəli. Bərabərliyin sağ tərəfindəki birinci rəqəm. Baxın, bərabərliyin sağ tərəfindəki birinci rəqəm. Bərabərliyin sol tərəfindəki birinciyə uyğundur. Yəni, bu buna uyğundur. Aydındır. Yəni, bərabərliyin, yenə gəlirik, sağ tərəfindəki ikinci rəqəmə, bərabərliyin sol tərəfindəki, baxın, ikinci uyğundur. Hər ikisinin solu, hər ikisinin sağı. Birincisi, hər ikisinin ikincisi. Demək, burada A-nın qiyməti olur 14. Hə, bəli. Yəni, B-nin qiyməti olur isə 12. bəli. Yəni, onları dəyişdirəndə diqqətli olmaq lazım. Hı, belə olur. Sonra burada olur A-nın qiyməti 13. Bəli. C-nin qiyməti olur 12. Belə olmur. Bəli. Necə də deyil, A böyükdür. Hə, A qalıq oldu. A böyükdür. A, B variantlar var. Burada da elsə düşür, burada çap olur da. Birinci A çap olur. Düşür elsə B də çap olur da. Evet. 13. Yani. Tabii ki. Bəli, hansı qiyməti mənimsədir? A da çap olur, B də. Bəli. Yəni 10
Necə bir çap olunur? Gəlin bax. Deməli, bu bizə nə gəlir? A'ya, bax, buradakı A'ya B'nin qiymətini mənimsədir. Deməli, A bərabərdir 14 olur. Əvvəl 12 idi A. İndi oldu 14. B-yə isə A-nı mənimsədim. B bərabərdir. 12'nin. A-nın 12'nin. qiymətini alıb. Bax, bəli, 12-nin qiymətini alıb. Soruşun. Deyir ki, indi A'ya nəyin baxın? Bərabərliyin sağ tərəfində olan birinci bərabərliyin sol tərəfində birinciyə mənimsətdim. A'ya C-ni mənimsətdim. A-nın qiyməti 12'dir. Baxın, 14'dür. Bax, burada çaşmayaq. Bax, burada da həmişə düzəldim. Yüz deyirsiniz. Onda beyni çap eləyir bu. B-nin qiyməti 12'dir. B-nin də qiyməti 12. İndi nə edirik? A-ya C-ni mənimsədirik. A-nın qiyməti hər neçə idisə fərq etməz. C-ni 13 mənimsədirik. A artıq 14 yox, oldu 13. Artıq 13'dür. C-ni mənimsətdik axı. C-yə isə Ha. A-nın C də qiyməti. oldu 14. Xeyr, İlqar müəllim, C-yə A-nı mənimsədirik. A 13 oldu axırıncı dəfə. Hə, 13. Bəli, C də oldu 13. Çünki baxın burada C-yə A-nı mənimsədik. O da oldu 13. Baxın, B-miz 12, A da C-də 13 qiymətlərini aldı. İndi də yoxlayır. Deməli, B-miz 12. AC də bərabərdir, A da bərabərdir 13, C də bərabərdir 13. Deyir ki, A böyükdür C-dən. Xeyr, Bəli. yox. Bəli. Bəli, onda hansı qiyməti alar? B 12'dir, C də 13'dür. Deyir ki, A böyükdür C, A böyükdür B. Bəli. Hə, A B-dən böyükdür. Ancaq A C-dən böyük deyil. A 13'dür. Deyirik ki 13 böyükdür mü 12'dən? Deyirik Hə. ki, ödəyir. Baxın, bu ödədiyinə görə dönüb ikinci dəfə baxırıq. Deyir indi A-nın qiyməti 13 böyükdür mü C-dən? Ödənir. Deyil. Bərabər də əksinə bunlar. Bərabərdirlər. Elsəyə baxırıq. Print B. Və götürüb Hə, B-ni çap eləyir bircə. Deyirəm də B. Bəli, B-ni çap edir. Bəli. Yəni burada baxın mənimlə fikir verirsiniz. Burada else olmalı. Bax, burada bir dənə də else olmalı, ola bilərdi daha doğrusu. Olmalıydı deməyək, ola yaza bilərdik elseni. Yəni elseni yazmaya da bilərik. Elsenin olmamalı. Else qolun olmamalı. Misalın səhv olmağı demək deyil. Misalda yəni səhv yazılmalı demək deyil. Səhv eləmirəmsə düşünürdü burada. Bir dəqiqə burada bax. Bir dəqiqə paylaşıram. Burada İlqar dedik yazıb A, B, C, A, C, C, heç nə. Yuxarıda 8-ci. Maraqlı alqoritmləri yazmışıq mənimlə. Çətinlik çəkmədik alqoritmlərdə. Vamik müəllim yazmışsınız siz, mən baxmamışam. Hə, yazmışam, bir dənə baxardıq deyərdim. Mətnə keçsinlər. İlqar müəllim Səs çalışın. bağlıymış, mən də danışıram. İlqar müəllim çalışın həmişə. Atılan misalı həmən dəqiqə yazın ki, çünki digər mən dayana bilmirəm də, gözləyə bilmirəm. Çünki digər müəllimlər həmin misalları həll edirlər deyə.
Ona görə biz məcbur oluruq sonuncu atdığımı izah edeyim. Ona görə həmişə çalışın sonuncunu həll edin. Eyb yox müəllimim. Mən çünki dedim axı sizə ki, məktəbdə mən təzə girmişdim içəri. Yox, olmazdı ki, təzədən həll eləyərsiniz, daha da yaxşı, səhviniz çox çıxar. Bir də ki, bundan sonra onsuz da atacağım, onu həll eləyərsiniz. Bu nizamda Burada 150 aldım. 150 də elə düz də almışam. Zəhmət olmasa deyil izahını. Bir dəqiqə yaxınlaşdırın. Demək ki, dəyişənin qiyməti neçə olar? A böyükdür B-dən, hə. 25-in üzərinə 2-ni vurmuşam 20-yə 40, üstünə 25 gəlmişəm. 65. Sonra 65-i 2-yə vurmuşam 130, üstünə B-nin qiymətini gəlmişəm 150. Yəni orada əməllərə fikir vermişəm də, birinci vurma olmalıydı falan. Elə blok sistemi bilirəm, çətinlərini bilmirəm. Əslində var qartında, belə deyim, bizə oxlarla istiqaməti göstərdiyinə qədər rahat həll edirsiniz. Bəli. Aydındır bəli, qartına əlavə izaha ehtiyac var. Xeyr, müəllimə, bilirəm, mən də bildim bunu. Səndən mənimlə ehtiyac var deyil. Bax, təzə. Mənim alqoritmi mən bilirəm, başa düşmüşəm. Mənim çətinliyim Pythondadır. Yəni, vaxt gəlib çatır əlimdən Pythonu tam götürə bilməmişəm. Dediyim kimi, Pythonu siz kim bilmir ki? Pythondan götürün həmin o atdığımız hissələri var. Bizə ona qalıb ki, əlac yəni kitablara baxıram, deyirəm bəlkə bizə yaxınlaşan müddətdə də ki, yadımda qalır. Çünki yadımdan çıxır, götürə bilmirəm Pythonu. Günə norma götürün, 50 dənə, 20 dənə belə. Python Hani sadələrini eləyə bilirəm, sadələrini eləyəcəm. Yeni bir imtahanda düşən o uzun yol var, bax onları eləyə bilmirəm. Sadələrini bacarıram, eləyirəm onları. Şimdi onları burada daha çox paylaşacağım ki, həll eləyək. Deyil 2 megabit bölünsün saniyə sürətlə işləyən modem müəyyən bir məlumatı 20-32 saniyə ötürür. 32 saniyə ötürür. Baxaq, başqa bir modem isə bu məlumatdan 4 dəfə daha böyük məlumatda 16 saniyə ötürür. Həmin modemin sürəti deyir neçə kilobit. Baxın, orada saniyədən söhbət gedir. Deyir neçə kilobit saniyədir. Yəni orada bizdən nəyi soruşur? Saniyəni soruşur. Yəni niyə orada diqqətli olmalıyıq? Kilobit deyil, kilobayt yox. 2 megabitdirsə, 2 megabit sürətlə ötürülürsə, modemin ümumi sürətinə baxırıq.
Başa düşmədik müəllimlər bu sualı. İzahını Müəllimə, düzgün burada demədim. 2 üstü 5, 32-ni bura 2-yə. Yoxsa necə? Yox. Baxın, bir saniyədə nə qədər irəliləyir? 2 megabit. Bəli. Elə bil ki, bir saniyədə sürəti 2 megabitdir. Bir saniyədə 2 megabitdir. Müəllimə, 32 saniyədə 64 ötürəcək də. Bəli. 64 megabit ötürər. Mən də elə deyirəm də müəllimə. Bəli. Başqa bir model isə deyir, bu məlumatı 4 dəfə daha sürətli. 4 dəfə daha sürətli nə deməkdir? Yəni bu Vacib 2-də 8, hələ 4 dəfə. Elə bu 2-dir. Bu da eləyir 4. 2-ni vurarıq 4-ə, eləyər 8. 8. Bəli. Deməli bu 8 megabitlə ötürür bir saniyədə. O da 2 ilə ötürür. Bu 4 dəfə çox. 8. Deyir ki, 4 dəfə daha çox məlumatı 16 saniyə ötürür. Ha. 8 megabit 16 saniyəyə ötürür. Ha. Deyir, bax, 2 qayda ilə hesablamalar. Heç bu axırıncı cümləni yazmasa da yenə hesablaya bilərik. Deyir, həmin modelin sürəti neçə kilobit bölünsün saniyə olar. Ona müəllimə 4 dəfə daha belə bu 8 megabiti çöndərəcək şeyə, böləcək 16-ya da. 4 dəfə daha böyük məlumat isə 16 saniyə ötürür. Deməli, 8-i vuracaq. Müəllimə, kilobitə çevirəcək də bunu. Bəli, kilobitə çevirməlidir. Müəllimə, 8-i vuracaq 1024-də də, nə? Bax, bəli, 16 saniyə ötürür. Deyir ki, 4 dəfə böyük model, böyük. Bu məlumatı 16, heç bu 4 dəfə böyük də bizə lazım. Müəllimə, bircə dəqiqə üzr istəyirəm, müəllimə, bircə dəqiqə. 8 megabiti kilobayta çevirməyəcəyik. Yox, baxın, İlqamə. Burada misal... Kilobitə. Baxın, 2 megabit olanda 32 saniyə ötürür. 32 saniyə ötürür. Sonra isə deyir, növbəti model isə 16 saniyə ötürür. Deməli, bir model məlumatı 32 saniyə ötürdü. 32 saniyə. Bunun nə demək? Belə olar da yəqin ki, onda 32-yə vurduğu üçün belə 64 megabit. 2-yə vurarıq. Bəli. Bir dənəsi 32 saniyə ötürdü. Birinci model. Birinci model 32 saniyə ötürdü. İkinci model isə 16 saniyə ötürdü. Yəni bunun yarı qatı. Deməli, bir dənəsi 32-yə ötürdü birinci, ikinci isə 16 saniyə ötürdü. Deyək, bunun sürəti nə qədər olar? Birincinin sürəti nə qədər idi? 2 megabit idi də. Baxın, birincinin sürəti 2 megabit idi. Müəllimə, ondan 4 dəfə çox da, 4 kilobit, 8 kilobit. Hətta 4 dəfə çoxdur. Şöyle də sadə misal. 4 dəfə çox. Müəllimə, 8 kilobit deyil. Bəli. Bəli. 8 kilobit. Niyə bəndi? Etibar bəndi. Bəli. Bu çox əslində sadə misaldır. Prosto cümlələri biraz dolaşdırıb yazıblar. Ona görə sizə biraz dəliz gəlir. Ona görə dedim ki, dönə-dönə oxuyub demək. Mən fikirləşdim ki, baxan kimi misal deyəsin səhəlini. Amma biraz neyəsə fikirləşdim. Keçək növbə. Müəllimə, dəqiq bəndidir bu, etibar. Bəli.
Tamam. Bakalım. Sürəti 8 megabit olan internetlə falan pikseldən ibarət. Olan rəngdə kodlaşdırılan şəkil. Bunu bizə Zəminə müəllimə deyəcək izahını. Zəminə müəllimə, birinci cümləni yox, ikinci cümləni. Yəni, bax, altdan xətt çəkdiyim. Qrafik informasiyanın həcmini deyil, nə qədər hesablayacağım? Siz deyil mən. Deməli, 211 müraciət biz deməli 212. Aferin. 1024 rəngini indirin. 223 elədi. Sonra bizdən soruşur ki, 1024 rəng ilə kodlaşdırılan şəkil etmək üçün kodlaşdırılan biraz yaxınlaşdırım şəkil etmək üçün nə qədər vaxt lazımdır? Mən 1024 rəng nə qədər olacaq? Bu da 210 götürəcək, üstünü götürəcək burada. Aferin, əla. Hə, Mən də Zəminə müəllimə hələ bugün öyrənib bu qaydanı, gec başlayıbdır. Dərslərə bugün öyrənib qaydanı. Görsün, maşallah, nə gözəl yadıma saxlayıb. Əla mənim, aferin, qəşəng. Əla. Buyurun, ardını deyin. Neçə alınacaq? Aynen, mən də ixtisasım deyildi, ona görə çətin götürürəm. Amma yenə ki, belə deyim, mən, məsəl üçün, elə müəllimlərimiz var ki, qrupumuzda, dönə-dönə demişik, yenə çaşırlar o rəhbərin elində. Əla, siz rəngi çevirdiniz, bitər. Əla. Müəllimə, bircə dəqiqə üzr istəyirəm, müəllimə, çox üzr istəyirəm. Siz hansına baxdınız? Məndə internet getdi ani. Bəli. 11'e baxırıq. Hə, 11'ə baxmışıq, yoxsa qutarmışıq? Yox, hələ yeni başlamışıq. Hə, müəllimə, üzrlü sayısılarla internet getdi, ani olaraq getdi, bir də qayıtdı. Məndə də elə olur, aynen. Hələ yeni başlamışıq. Deməli, vurduq, 10 bitən. İndi burada nəsə eləyəcək, çevirəcəklərmi? Belədir, 220 şura. Burada mən biraz işləm bayıldım. Ne kadar vaxt lazımdır. Baxın, mənim, vaxtda ehtiyac yox. Hələ ki, qrafikin həcmini hesablayaq. Qrafikin həcmi 211 vurulsun 212'dir. O dediyi 222 vurulsun 10 bit. İndi bizdən megabitlə soruşduğuna görə sürəti bölərik neçəyə? Bitdən megabitə çevirəndə bölərik nəyə İlqar müəllim? Ben 203'e. İlqar müəllim, buradasınız? Yoxdur. İnternete gitti yani. İndi gəldi. İlqar müəllim, eşitirsiniz bizi? Bəli, müəllimə. Nəsə internetimiz son zamanlardan elə büyür. İmtahan həyəcanının hamısı internetdə. Yox, internet deyil, mən yox, internet. Ay müəllimə, nə həyəcanı. Salamatçılıq olsun, Allah sizdən razı olsun. Göydə Allah yerdə sizin sayənizdə, yəni keçəcəm inşallah. Yəni demirəm yüksək bal toplayacağım, yalan danışmaq istəmirəm. Biz de keçsin elə. 30'u keçim Aris'te. Hə, müəllimə, vallahi billahi 30'u keçsəm Zəminə müəllimə, elə bilərəm 60 kilosdur. 35 yıxsam elə bilərəm 55'dir. Elə mən də elə fikirlərim. Siz yığarsınız. Yəni siz 45'dən yuxarı yığacaqsınız. Yəni mən deyirəm ki, qrupda ən güclü zəif bənd mənəm, ən güclü bənd sizsiniz. Estağfurullah, müəllimə, estağfurullah. Zəminə müəllimə, hamıdan qəşəng də bax, hamı kimi, hamıdan deməyək, hamı kimi siz də qəşəng bal toplayasınız.
Burada İlqar müəllim hansı sual vermişdim? Dedim ki, megabitdən, İlqar müəllim, eləcə bitdən megabitə keçəndə neçə bölməli? Müəllimə, media bölürsən də bitə dəymirsən. Aha, neçə bölürük? 210-a. Əla. Bəli. Elə bir ki, müəllimə, megabitlə bitə dəymirsiniz də, yəni Dəqiq çıxdı ona, bir də media ilə fikirləşək. İlqar müəllim, bir də fikirləşək. megabitə. Yəni qabaqda hələ kilobit yoxdur mu? Ona keçib plana keçməli deyilmi? Bəli, neçə? Baxın. Megaya deyirəm. Megaya 2 dənə addımdır. 2 addım olduğuna görə neçə yazmalıyıq? 2 addım olduğuna görə. Müəllimlər. Kilo, mega. Müəllimə 13, 10. İlqar müəllim, kilo, mega oldu 220. Hə. Bəli, bitlər də öz yerində qalır. Bitlər də öz yerində qalır. İxtisarımızı aparsaq, neçə alır? 202, bura 10, 40. Ay, sağ ol. Bəli, bu da eləyər. 40 megabit. Bu nəyin həcmidir? Qrafik informasiyanın. İndi deyir ki, 8 megabitdir bunun sürəti. 8 megabit olan sürəti modem 40 megabit olan informasiyanı nə qədər vaxtda ötürər? Nəfər taparıq? 5 saniyə, 5 saniyə. Bəli, əla. 40-ı da bölərik 11 11 D bəndi. Qoy bunu qeyd edeyim, 11 D bəndi. Bəli. Orada belə kömək olmayacaq. Hələ burada qeyd eləməklə deyil. Yox, başa düşürəm müəllimə. Yəni möhkəmləndirmək üçün qeyd edeyim. Siz bir göz yaddaşı deyilən bir şey var. Məndə də göz yaddaşı ancaq. Sənədin hər səhifəsində 32 sətr, hər sətrdə isə 256 simvol var. 8. Hansı hesabı küstü. 13. Yazırıq, mən. Yəni siz də hesablayırsınız. Zəmnəmə də yazır. Evet, yazıram elə baxıram, amma bu qədər yaxına çıxa biləcəm. Hesablayın. 2 dəqiqə vaxtınız var. Bax, götürün hesablayın. Əmrə, sabah olmalıdır. Sınaqlar bəyək səs atmışdılar. Müəllimlər səs atmışdı ki, sabah sınav olacaqdı. Hamınız Teams kodlarınızı aktiv saxlayın ki, sınağa daxil olub deyilən vaxtda baxa biləsiniz. Birisi də hər birinizin Teams ünvanı var. Şimdi qrupa da yazacağım.
Müəllimə, burada deməli 12 sətir Aha, simvol. bəli. Hə, deməli burada həcmi yaddaşda həcm deməli burada yaddaşın həcm bərabərdir. Sətir vuraq simvol, vuraq səhifə. Elə deyil. Bəli. Hə, sonra onu həcm də məlumdur da. Bəli. Hə, sonra oradan tapırıq da şeyi, nə deyil, siz deyin, əlifbanın gücü. Bəli. Qoyun bircə dəqiqə zəhmət olmasa. Deyir ki, baxın, Yazı batmayacağım. Bədbəxtdə də yazın sənin önəmə sizə. Bir dəqiqə ərzində atı yoxla. Mən gəldim. Yazıram elimdən dərk görüm. Mən 1024 aldım müəllim. İndi bilmirəm. Hekamı düz aldım, səhv aldım. Bilmirəm amma hərdə cəbəndir. Bəli. Dedik mən üzünü sən gözlətdim. Hani mən 1024 aldım. İndi bilmədim. Düzüm aldım, səhv mi aldım? Cəbəndən aldım. İndi baxaq görək birlikdə. Baxın. İlqar müəllim, siz neçə aldınız? müəllimə, mən 256, ne bilmirəm, səhv aldım, düz aldım. Mən də əmin deyirəm, yəni bilmirəm. Aha.
Ədədin hər səhifəsində 32 sətr. 32 vurulsun 256 simvol. Vurulsun 256. Bir hansı əlifbada kodlaşdırılmış, hər hansı bir əlifbada kodlaşdırılmış bir sonraki səhifədən ibarət. Yazıldığı əlifbanın gücünü. Baxın, əlifbanın gücünü tapanda tapdığımız ədədi qüvvətə yüksəldəcəyik. Yəni, kimi qüvvət şəklində yazacağıq. Bir sonraki səhifə vurulsun 512. Düzmü yazdıq? 256 simvol. Aha. Bizim yazıldığı əlifba məlum deyil. Yazıldığı əlifba nə deməkdir? Yəni, neçə bit olduğunu bilmirik. Axı, biz neçə dənə, simvol sayı falan var. Belə deyim, bir simvolun həcmi lazımdır ki, onu bunun bir simvolu. Bir simvolumuzun həcmində x-dən göstərdik. Ümumi nə qədər yer tutub? 6 megabayt. 6 megabayt. 6 megabayt. Onu da vururuq neçəyə? Bitə çevirməkdən ötürü mənimlə. Megabaytdan bitə necə keçirdik? Megabaytdan bitə 213. Bəli. Deməli 10 baytın payda 3-dən bitin. Bəli. Bəli. Ona görə 223. Sonra buradan x-i tapmaqdan ötürü Müəllimə, onları bölünüyor ona da. Yəni 6 megabiti 6 vuraq 2 üstü 23'ü bölürük 2 üstü 5 2 üstü 6 belə 2 üstü 8 13 o da 222'ye. bəli. Bəli. Burada da olacaqdır. 6 vurulsun 2 üstü 23 bölünsün. Bu 5'dir, bu 8'dir. 5 ilə 8 bizə nə verir? 13. Bu da 9, 22. 22. Artı söz 22. 222 o da eləyir 12. Aha, bəli, bu eləyir 12. Necə 12 deməli. Burada bir simvol nə ilə kodlaşdırılır? 12 bitine. Sağ ol, bəli. Bir simvol 12 bitlə kodlaşdırılır. İndi bizə deyir ki, bir simvol 12 bitdən kodlaşdırılsa, əlifbanın gücünü tapanda 2 üstü, 212. bəli, 212. 212'də nə edir mənimlə? 4096. Bəli. Həla, B bəndi, 12 B bəndi. Heç birimiz düz eləməmişik deməli. Mən də 1024 almışdım. Yavaş-yavaş öyrənmiş. Yavaş-yavaş müəllimə. Amma imtahandan sürətli olmalıyıq. Gəl bizim sürətimiz keçməsin. Əməlim, hər şey Allahın əlindədir. Bilmək olmaz. Birdən elə bir şey olar ki, keçər. Bu qəlizdir, belə qəlizdir. Müəllimə, sözsüz keçəcəyik. Ay müəllimə, sözsüz keçəcəyik. Nə olacaq? 50% yazamıyacaq. 50% plus 1. Əlbəttə ki. Həqiqətən mən sizə inanıram ki, hər kəs qrupumuza Yine koy yazdığımız 30 səhv olsun. ürək dolusu qəşəng sözlər yazarsınız. Mən dünən yox, Sırağa gün müəllimə 5 dənə də, bilmirəm hansı testdə idi, 5 dənə də kurikulumdan, 35 dənə, 34 dənə ondan yığmışdım, 5 dənə də kurikulumdan. Nurjenli bu, yəni 39 orada tutmayacaq. Hələ Siz 45 həll arası yığarsınız. necə? 45 həll arası yığarsınız. Yox, müəllimə, o qədər şütməyim. Baxaq. Yəni, ancaq, yəni, altı kilobit bölünsün saniye içerisinde maksimum saniye. Deməli, bir saniye müəllimə, burada Bəli. 64 simvol əlifbada, 2 üstü 6 da elə. Bəli.
Bəli. 6. Deməli, 6 kilobit bölü metr saniyə maddeyi ölçmək 10 saniyə. Deməli, 6. Çok saçma belki de. Ne dedi? Ne dedi arkadaş? Ne dedi? Bir de gümüşle halbuki. Müəllimə, bu 2048 eləməyib. Bax, rəmləməməsini necə tapdınız? Mən də yenə 1020-1024 aldım müəllimə. Nəsə bu 1024 məndən nəsə. Baxaq görək. Bak. 6 kilobit bölünsün saniye. Yani bir saniyede ne kadar informasiya? Bir saniyede 6 kilobit informasiya ötürür. 10 saniye deyir müəyyən bir məlumatı ötürmək üçün. Deməli, bu nəyə olubdur? 60 kilobit imiş bu. Deyir, həmin informasiyanın 64 simvol əlifbada kodlaşdırıldığını bilərək məlumatın neçə simvoldan ibarət olduğunu tapaq.
Baxın, 60 kilobitdirsə, 64 simvol əlifbaynadırsa, biz nə etməliyik? 60 kilobiti eləcə bir də çevirin. Aydındır. 60 kilobitimizi eləcə nəyə çevirməliyik? Bəli. Vururuq 1024-də. Sonra isə nə edirik? 1024-də vururuq 60 kilobitimizi. Burada neçə dənə simvol olduğunu tapmaqdan ötürü 64 simvol əlifba olduğuna görə, yəni bir simvol yaddaşda 6 bit yer tutur da 64 simvolda. 64 bərabərdir 2 üstü 6. Yəni bir simvol 6 bit yer tutur. Onu da bölük nəyə? 6-ya. Beləcə yazırıq. İxtisarımızı aparırıq. 10 rusu 1024 o dedik 1000 belə 1024 bir də 0. 10240. Bəli 10240 devam. Deyirəm ki aydın. 13 D bəndi. Bəli keçelim. Da sürə. Keçelim. Bu da olmalıdır. Da paylaşmışam. Bunun arasında böyle şey var. Söz. Bakalım. Tamam, ekranda var. Zəngilərsin. Deyir ki, print. Burada deyir nəyə çap edin? A-nı çap edin. Buradan bizdə A-nı çap eləməyimiz tələb olunur. MB-ni. Sonra, baxın, A-nı çap edir, MB-ni çap edir. Burada sep var. Sep hansı şey yarayır? Sep bizə deyir ki, harada virgül gördün? Bilir ki, sep harada işləyir? Virgüllə işləyir. 1, 2, 3 dənə virgül var. Bir dənə şəklini çək. Bir dənə sonuncu virgüllə işləmir. Aydındır. Bir dənə sonuncu virgüldə işləyir. Bütün virgüllərdə işləyir. Bir dənə sonuncu virgüldə işə düşmür. Deməli, A-nı çap eləyir, ət yazır. Sonra MB-ni çap eləyir, yenə ət yazır. Sonra gəlir, C-ni çap eləyir, siləşeni görür. Baxın, bu siləşeni. Keçirir növbəti sətr. Növbəti sətrdə düşür, D-ni çap eləyir. Artıq əti götürə bilmir, çünki sonuncu virgül daxil. C bəndi. Yox. Bəli. Hansı bənd müəllimi? Mən adı, əhdi, NB-dir, sonra əhdi, baxın, adı, əhdi, NB-dir, əhdi, C-dir, belə olmalıdır. Yox, bu alınmalıdır, uyğun deyil heç biri. Axı, ət sonunda işləmir. Yox, bu olmalıdır. A, ət, labısın ki, səhv eləyib var. B, ət, D, aşağıda da D, bu olmalıdır. Labısın ki, səhv buraxıblar. Yəni, bu düzdür, amma burada ət olmamalıdır. Axı, sonuncu vergüldə işləmir, ona görə. Ona görə C variantı, amma orada bir dənə xırda səhv eləyirlər. Baxalım. Alqoritmin mənimlə diskretlik xassəsi nə idi alqoritmin? Dedik ki, alqoritm müəyyən addımlardan var. Düzdür, bu onun diskretlik. Baxın, müəyyənlik xassəsi
alqoritmin ümumi əhatə edir. Amma diskretlik xassəsi deyəndə yalnız onun hər bir addımından söhbət gedir. Deyir, algoritmin hər bir addımı dəqiq və bir mənalı təyin olunmalıdır. Bəli, Başqa bir cür yozulmamalıdır. bəli. Bəli. Şimdi burada hansı bəndidir müəllimə 15-dən? 14'te has oldu müəllim. 14'te olmadı müəllimə. Sual işarəsi yapın qalanı. Mən bax 15'te hansı bəndidir diskretlik? Yəni tərifini dedim mən ki, yəni algoritmin hər bir addımı dəqiq və bir mənalı təyin olunmalıdır. Başqa cür yozulmamalıdır. Bəli, qanun, elə olur. Yox, bənd olaraq hansıdır? Variant olaraq. Yəni, məsələn, alqoritmin hər biri sonlu sayda, A variantı, mərhələlərinin hər biri. Yəni, diskretlik deyəndə mərhələlərin hər biri nəzərdə tutulur. A bəndi. Baxıq 16. Yaddaş qurğuları hansı vardır? Məmnun, hansı var idi yaddaş qurğularımız? Müəllimə, yaddaş qurğuları hard diskdir. Bəli, baş dedi. Bax, streamerdir. Aha, Hard diskdir. bəli. Deməli, streamer 2, Aha, 3, bir də 6. bəli, Düzdürmü müəllimə? bəli, D bəndi dəniz, bəli, 16 D bəndi. bəli. Dilin uyğunluğu müəyyən edir. Qurğuların növləri. Bunu bizə deyir. Müəllimə, mən bunu deyim. Yox, bu dəfə zənnə mənim. Zənnə mənim oxudum. Deməli, Bilirəm ki, qurğuların zənnə növbəsi periferiya qurğuları, giriş qurğuları, çıxış qurğuları, giriş çıxış qurğuları. Deməli, giriş qurğuları. Giriş qurğuları, klaviatura, mikrofon, Aha, sonra çıxış qurğuları, skaner, web kamera, bəli, giriş çıxış qurğuları. Giriş çıxış qurğularda model və sözünü dedim ki, itiraf etməm. Yuxar müəlliməsi. buyurun lütfen. Deməli müəllimə, birinci giriş qurğuları. Aha, bəli, Klaviatur, deməli, A bəndi, skaner, web kamera. Birə gələcək A, bir də D.
Akif, Dəniz. Bir AD, ikiyə çıxış qurğuları. İkiyə gələcək, deməli, deməli, plotter, printer, səs kartı, şəbəkə kartı. B, C. Bəli. Üçə gələcək, giriş, çıxış qurğuları. Üçə gələcək, Bəli. elə ki, müəllimə, birə gələcək AD. Aha, bəli. İkiyə gələcək çıxış qurğuları. Bəli. Plotter, printer. C. İkiyə gələcək C, üçə gələcək B, Y. Bəli. Düzdürmü? Əla. Əlbəttə ki, bəli. Yəni müəllimə A bəndi, A. Aferin. Əla. Akif. Əhsənsə. Deməli müəllimə, hansı idi o? 17-də A bəndi. Bəli. 18. Bəli. Bir blok sxem nə üçün istifadə olunur? Sizcə nə üçün olar? Yəni, bura nə edirik? Qiymət veririk. Müəllimə, 1-dən 9-a qədər. Aha. Bəli. Hə, ixtiyari 9 ədədin cəmini tapmaq üçün. Bəli. Yəni, idən 1-dən 9-a qədər. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli. 9 ədədin cəmini tapmaq üçün. Bəli. Düzdür, müəllimə. Nə tər dedi tapdınız İlqar müəllim? Niyə o qənaət 2 edirsiniz? bərabərdir 1-dən 9-a qədər. Şərtdə verilib də. Bəli. Şərt Burada da- ödəyəndə. Aha, bəli. N bərabərdir N plus 1. Hə, orada elə ki, əlavə edirsən, hər dəfə 1 artırırsan. Hər dəfə bir artıranda onda bu sayır, yoxsa cəmləyir? S bərabərdir S plus N. Sonra ikinci şərt var da. Bax, İlqar müəllim. Bura 3 deyək. N-imizə M. 3 yazdı. N-ə 3 deyək. Bəli, deyir N-ə 3-ü mənimsə. Hə, mənimsə. S də bərabərdir. 3. N bərabərdir 3. Onda S də bərabərdir 3. Bəli. Deyir 1-dən 9-acan dövr elə. Aydındır ki, 1, 2, bu artıq foreign range-dir mənimlə. 4, 1, Deməli, aha, bəli, 7, 8, burada 9-u götürür. Yəni, alqoritmdə fərqlidir, o birisindən kimi deyil. 9-u götürür. Deməli, N bərabərdir. Hər dəfədə N-in üzərinə 1 gəlir. 1 gəlir. Deməli, burada N olur 4. Bəli. S bərabərdir S plus N. Burada da S 3-dür. Üstə gələk 4 bərabərdir 7. Sonra deyir ki, burada da sonra ikinci qiyməti götürür. Bəli. I bərabərdir 2. I bərabərdir 2. Sonra gəl N bərabərdir N plus 1. 4 plus 1 o da bərabərdir 5-ə. Sonra S bərabərdir S plus N. O da bərabərdir 12. Bəli. Hə, axırda müəllimə deyir ki, 10 ədədin cəmi də müəllimə bu. İxtiyari 10 ədədin cəmi. Bəli. Bax müəllimə, onda S plus N də 5, 5 məsələn 7 oluyor, eləyir, sonra 12 eləyir, sonra 17 eləyir, belə. Bəli. Bəli, əla. Mənə də gəlir, izah ehtiyac yox. Başa düşdürsən də mən? Müəllimə, onun cavabı hansı idi? Deməli, bizə dəqiqə 18 idi də, o hansı variant idi? Gəlin, yaxşı. Elə bildim, başa düşdünüz. Bir də deyim. Yox, düşdümü müəllimə? Ona bir də baxın. Deyir, blok sxeminin hesablanması üçündür.
Bura 3 qiymətini verdik. Deyib, Haber verdim. S deyil bərabərdir. N-ə. Yəni S-ə 3 mənimsək. S 3-dür. Biz hər dəfə nə edirik? S-in üzərinə N əlavə edirik. N-imiz də N üstə gələk 1-dir. Yəni N üstə gələk 1. N üstüydü. Bu da oldu 4. Aydındır. Bu da oldu 4. İndi deyir ki, N üstə gələk 1, N üstə gələk 1, yəni 4. Hər dəfə dövr eləyəndə N'imiz 3-ü də üzərinə nə əlavə edirik? 1-i əlavə edirik. N yeni qiymət alır. Onda bu neyin proqramı? Hər dəfə 5 əlavə edir də, daha doğrusu müəllimə. Elə ki, S-ə N-in mənimsədir də, N-in qiymətidir. S olanda 3 olur 7. Sonra Burada düz 7 olanda eləyir 12. Müəllim, burada yazmalıydılar n bərabər 0. Burada İlqar müəllim düz eləməyiblər misalı, düz qoyulublar. Burada n bərabər də 0 olmalıdır və 0 olanda da s-də 0 olmalıdır. Hər dəfə gətirib üzərinə 1 əlavə eləməlidir və burada onda biz deməliyik ki, ixtiyari 9 ədədi elə bil ki, həm sayır, həm sayır. Həm də cəmliyir. Ay sağ ol, bəli. Cəmli və onların sayını dəqiqləşdirmək üçün Y olmalı. Bilmiyorum cavabda nə veriblər, bilmiyorum, xəbərim yox. Amma ki, yəni burada S bərabərdir 0 olmalı. Aydındır. S bərabər 0 olanda, hə, onda Y var. Uyğun gəlir. Yəni burada N bərabər. Çünki N-ə burada qiymət verməyiblər deyə biz hiçbir iş görə bilmirik. N bərabər də 0 olur. Mən ixtiyari qiymət də versəm də sal düzəlmez. Ona görə orada N bərabər də 0 olmalıdır. Prosesorun deyir, tak tezliyi dedikdə nə başa düşülür? Prosesorun tak tezliyi... Deməli, müəllimə, 1 saniyədə prosesorun yerinə yetirdiyi əməliyyatlardır. Debəndi. Əla. Dəniz, müəllimə, dəniz böyür, dəniz variantı. Debəndi. Deməli, 19 debəndi. Ay, sağ ol. 18 hansı bənd oldu? 18 oldu müəllimə, E bəndi, etibar. Müəllimə, bunu deməli, belə eləyik də, bir MP3 failin bir dəqiqəsi yaddaşda 1 megabayt yer tutur, elə? Bu megabaytı çevirməli kilobayta 1024. Hə, onu da bölməliyik 4-ə. Niyə? Çünki müəllimə, bir dəqiqəmizin 1/4-i də 15 saniyə. Bəli, Düzdürmü? bəli. İndi burada cavab 256-dır. Deyir, bir dəqiqəsi yaddaşda 1 megabayt yer tutur. 15 saniyəliyi neçə kilobayt yer tutar? 15 saniyəliyi olur neçə? 4/1. 15 saniyəli niyə 4/1 ki, görməmiş? Deyir, bir dəqiqəsi yaddaşda 1 megabayt. Baxın, deyir, bir MP3 failin bir dəqiqəsi 1 megabaytdır. Baxın, bir dəqiqə, yəni 60 saniyə. Bərabərdir nəyə? 1 megabayta. O da bərabərdir 1024-ə. Bəli. Deyir, 15 saniyəlik MP3 faili. Yaddaşda ne? 15 saniyəlik deyirsə, bəli, mən düz. Hə, elə bil ki, biz bunu bölək görək 1 megabayt, kilobaytla çevirdiyinə görə 1 saniyə nə qədər düşür?
Onda biri Müəllimə, bölərik 1024'də İlqar indi 1024 kilobayta çevirəcəyik də onu. İlqar müəllim, bəli, 1024'də bölərik Hə. 60'a neçə eləyər? Onu da elə ki 256. Da bölmürəm. Siz dediniz 100 qəbul edirəm. O da eləyir 250. Yox, müəllimə, yox, onu demirəm. Yəni 60 saniyə 1024 deyil. 1024'ü 60'a bölün. Neçə eləyir? Yox, onu demirəm. Müəllimə, elə buradan elementar hesablama aparanda deməli, bircə dəqiqə müəllimə, 1024'ü bölünür 60'a. Bəli. O tam bölünmür müəllimə. Ancaq elə belə məntiqlə fikirləşəndə 60 saniyənin 4'də biri də 15 saniyə. Hadi elə bir megabaytında 4'də birini fikirləşin. Ay sağ ol. Deməli belə çıxır ki 256 da eləmi? Hə, 4'də biri 256 deyil. 4'dən 256 9 birini də. Düzdür. Belə mən baxdım onu deyirəm də. Yəni bəli etibar. Hə, 20'də də etibar. Bəli. 256 səhifəlik sənədin birinci və sonuncu səhifəsində şəkil var. Şəkillər 256 512 nöqtədən ibarətdir və 32 rəngçalarına malikdir. Qalan səhifələrin hər birində 32 sətir və hər sətirdə 64 simvol var. Simvollar Unicode sistemində kodlaşdırılmış. Kitab, yaddaşda neçə kilobayt yer tutar? Müəllimə, indi bircə dəqiqə müəllimə, çox üzr istəyirəm. Birinci səhifə ilə sonuncu səhifəni nəzərdə almayacağıq. Burada ondan sonra bizim səhifəmiz olacaq 256. Niyə? Çünki birinci səhifə ilə sonuncu səhifəni nəzərə almırıq. Onlarda şəkil var. Bizdə mətni soruşur. Bəli. Qalan deməli sətirdə 32 vuraq 64. Elə. Bəli. 32 vuraq 64. Hə. O da vuraq deməli həcmi də hər səhifəsində deməli 256 vuraq 32, o da vuraq 64. Eləmi? Bəli. O da bərabərdir həcmə. Deməli 2 üstü 8 vuraq 2 üstü 5, o da vuraq 2 üstü 6. 2 üstü 19. Eləmi? Bəli. Hə, 2 üstü 19'u da bu nə iləndir bizdə? Bitləndi də elə. Bəli. 2 üstü 19 bitir. Aha. 2 üstü 19 bitir. Çevrəndə kilo bayta. Aha. Deməli, azdan çoxa şeylərik də, keçirik. 219'u böləcəyik 1 bayt kilobayt. 2 üstü elə bir ki 13'ə. Bəli. Düzdürmü müəllimə? Bəli. 219'u da 213'ə böləndə 13'ə bərabər olacaq 206'ya, o da bərabər olur 64'ə. Bəli. Hə, sonra deyir ki, bunu da 64 də 2'yə vuranda elə Bəli. hə, 64 də 2'yə vuranda 128 eləyir, ancaq nədir, cavabda o yoxdur, bax. Aha. 258 səhifədir. Sənədin deyir. Birinci və sonuncu səhifəsində şəkil var. Şəkillər 256'nın 512 nöqtədən ibarətdir. Və 32 rəngçalarına malik. Qalan səhifələrin hər birində qalan səhifə nə qədərdir? 200 256. Allah.
Qalan səhifəmiz 256-dır. Bu cür. Bəli, qalan səhifəmiz 256. Birinci və sonuncu səhifəsində şəkil var. Birinci şəkillərdən Birinci 256. 2 vurulsun 256. O da vurulsun 512. O da vurulsun 32. Qalan səhifələrin hər birində 32 sətr və hər sətrdə 64 simvol var. Vurulsun 32, o da vurulsun 64. Diğer simvollar Unicode sistemində kodlaşdırılmışdır. Kitab yaddaşda neçə kilobayt yer tutar? Deməli, simvollar Unicode sistemində kodlaşdırılmışdır. Kitab yaddaşda neçə kilobayt yer tutar? Deməli, məndə birincinin həcmi budur. Kilobaytdan söhbət gedir, bölərik 210-a. Burada 209, burada 32, 5, burada 9, 12 ixtisar gedər. 13-ə bölərik. 9-dan ixtisar gedər. Neçə qalar burada İlqar müəllim? Deməli müəllimə 5, o da 9, 14. Neçə böldük onu? 13-ə. Deməli bax 2 üstü 1, o da 2 üstü 8, 2 üstü 9. Bircə dəqiqə müəllimə 2 üstü 9 üstə gələk. Bax müəllimə 2 bura 256 eləyir. 2 üstü 7, 2 üstü 9. Bəli. O da 2 üstü 9, 2 üstü 18, 2 üstü 23, 2 üstü 29, 2 üstü 16. Bəli, 216. Bu elədi 216. İndi bizə nə deyir? Unicode sistemində bir kodlaşdırılmışdır. Üzr istəyirəm, mətni soruşur da bizdən. Mətn nə qədər olar? İndi biz mətni tapmalıyıq.